Mənim yoldaşım pornoya baxır. Niyə görə? O məni sevmir, bəyənmir, istəmir, yoxsa başqa bir səbəbi də var. Ümumiyyətlə bu tip mesajlar qızlar sonsuz qədər alıram. Həm porno ilə bağlı, həm də ki masturbasiya ilə bağlı. Bir çox qızlar bunu xəyanət özünə bilir, narahat olurlar ki, bəlkə məndə nəsə problem var və təəssüf ki, biz qızlar hər zaman bütün problemləri içimizdə axtarırıq. Halbuki bir çox səbəblər heç bizimlə bağlı deyil. Bizimlə bağlı olanlar da var, onlar haqqında da danışacağım. Amma ümumiyyətlə bir çox səbəblər bizimlə bağlı deyil. Deməli, hələ uşaq vaxtından, uşaq deyəndə bu 10, 11, 12 yaş nə vaxt ilk hansısa reaksiyalar bədəndə başlayır baş verməyə. Əsas da oğlanlardan söhbət gedir, çünki biz qızları daha qapalı böyüdürlər, toxunma, olmaz, ora girmə, bunu elə, nəysə. Kişilərə daha çox sərbəstlik verirlər, ya da ki verməsələr də onlar özləri üçün bir yolunu tapıb özləri ilə tanış olmağa başlayırlar. Burada həm də psixoloji faktor var, çünki oğlanları uşaqlıqdan bəsləyirlər, onların cinsi orqanı bu, hansısa belə wow, böyük bir yaradılışdır və s. və buna görə də onlar da özlərini tam qəbul edirlər, tam özlərinə toxunmağa bacarırlar. Buna görə nə günah hissi, nə ay birdən nəsə oldu, biz qızlarda var. Oğlanlarda bu şeylər yoxdur, onlar bunu istədim, elədim, durdu, elədim və sağlamlığımı düşünürəm. Onlar hələ uşaqlıqdan öz bədəni ilə tanış olurlar, sonra da oradan-buradan videolar başlayırlar bir-birinə atmağa. Mənim də dövrümdə hələ atırdılar, indi saytlar var. Və girib baxırlar oradakı bütün bu proseslərə, yəni pornoya baxırlar. O hələ qadın bədəni ilə tanış deyil, o hələ qadına hələ toxunmayıb. Amma müəyyən bir fantaziyalar, müəyyən bir maraq artıq orada başlayır yaranmağa. Və getdikcə, o böyüdükcə qadınla başlayır münasibət qurmaq, əlaqəyə girmək və s. Və burada var iki yol. Nə vaxt birinci bu sağlam yoldur, nə vaxt porno bu pornodur. Bəlkə də hansısa fantaziyalar varsa orada onlara baxır, onları canlandırır. Ya da ki ona uyğun qadın tapır və onunla birlikdə canlandırırlar bunları, həyata keçirirlər. Ya da ki onun reallıqla virtuallığın həddi pozulur və burada artıq o başlayır həmin oradakı olan qadınları sanki həyatda axtarmaq. Sanki adi qadınla ona bu qədər də maraqlı deyil. Və burada baxın, adi qadın niyə görə deyirəm? Çünki pornoda, yəni ki, orada müəyyən bir bədən formaları var, orada nəyi çəkirlər, o daha görkəmli olmalıdır. Yəni ki, onun da özünə uyğun hansısa tərzi var. Və burada sonra getdikcə başlayır iki məsələ ortaya çıxmaq. Misal üçün, kişi evləndi və hər şey sizdə normaldır, yaxşı münasibət var, seks yaxşıdır, hər şey yaxşıdır, ya da ki orta babad, yəni ki seks var, əsas odur ki. Və sən arada görürsən ki o baxır pornoya. Və burada əlbəttə ki müqayisə başlayır, birdən mən kifayət qədər deyiləm, birdən mən o deyiləm, niyə görə o baxsın, əgər mən varam. Amma qızlar, bu onlar üçün ayrı bir şeydir, ayrı vaxt keçirməkdir. Necə, misal üçün, hər salatın öz yeri var. Stoliçni də biz sevirik, şuba da biz sevirik, çoban salatı da sevirik. Onun öz yeri var, o birisilərin öz yeri var. Yəni ki, heç bir halda
sağlam biz indi situasiyadan danışırıq. Heç bir halda bu əvəz ya da ki səninlə bağlı olan bir şey deyil. Sənin öz yerin var, onun öz yeri var. Niyə görə? Çünki o bunun uşaqlıqdan vaxt keçirmə üsuludur. O özünü, bu da onun sevdiyi bir hissəsidir. Və çoxların heç ağıllarına da gəlmir ki, oy birdən yoldaşım tam qısqanar ya da ki, ümumiyyətlə yoldaşıma bu haqda deməliyəm. Yəni ümumiyyətlə bu ona, ayrıca ona, kişiyə ait olan bir şeydir. Qızlar, bunları vurğulayıram çünki biz qızlar əslində bir çox şeyləri elə oradan götürməliyik. Harda bizə ait olan nəsə olmalıdır. Eyni zamanda da masturbasiyanı nəzərdə tuturam, bədən masajları ya da ki, əgər sən pornoya baxmaq istəyirsənsə, bu sənə aid olan şeydir. Sənin fantaziyalar var, sənin özünü qəbul etməyinə, sənin enerjinə nə qədər bu təsir eləyir. Çünki əgər sən istəyirsən, amma qadağalar qoyursan, o zaman başlayır disbalans. O zaman sən onda da bunu qəbul etmirsən. O zaman sən kişiyə də istəyirsən qadağa etmək və s. yox, dava çıxardırsan. Niyə görə? Çünki özünə bunu layiq görmürsən. Sağlam pozisiyadan biz danışanda nə fikir verməliyik? Bizdə münasibətdə hər şey yaxşıdır. Arada o nəyəsə baxır. O okey. Sən özün üçün necə buradan xeyir çıxarda bilərsən? Ona təklif edə bilərsən, gəl birlikdə baxaq. Tamam, gördüm ki, sən onlara baxırsan. Gəl birlikdə baxaq. Ya da ki, mənə sevdiyin pornonu göstər, mən də səninlə birlikdə baxmaq istəyərəm. Tamam, misal üçün, heç vaxt baxmamışam. Əlbəttə ki, bunu səhər tezdən durduq. Hə, mən gördüm pornoya baxırsan, ver mən də baxım. Əlbəttə ki, bu belə olmamalıdır. Daha mülayim, daha şirin və daha intim ab-havada. Əlbəttə ki, bunu demək olar və təklif etmək olar. Və orada baxanda nəyi o xoşlayır, sən öz cinsi yatağa da, yəni ki, ikinizin arasında olana da bunları gətirə bilərsən. Misal üçün, o görür ki, tam qız ancaq, bilmirəm, ağzını alır. Bütün bu videolar ən çox orada bundan ibarətdir. Burada soruşmaq olar, bəs sənin xoşuna gəlir, bəs necə sevirsən ya da ki, nə etməyimi istəyərdin və s. Ya da ki, sadəcə baxırsınız. Bəli, orada ola bilər sizə uyğun olmayan variantlar. Misal üçün, qrup seks ya da ki, bilmirəm, anal seks və bu sizə heç bir halda uyğun deyil. Okey, birlikdə baxdınız, mazaqlaşdınız, elə orada da siz birlikdə baxa-baxa bir-birinizə o masturbasiyanı edib, bir-birinizlə təmasa keçəndə artıq bu tamamilə fərqli bir ehtiras dərəcəsini sizə verir. Artıq siz sanki bunları öz yatağınıza buraxdınız və bu da o həmin qrup seks illüziyasını yarada bilər. Yəni fantaziyaları və bütün bunları burada çox diqqətli olmaq lazımdır. Fantaziyaların ya da ki, hansısa istəklərin pis bir şey yoxdur, nə qədər ki, o ikinizə də uyğundur. Və əgər ikinizə də uyğun deyilsə, artıq burada müzakirə etmək və necəsə bunu əvəz etməyə çalışmaq lazımdır. Ya da ki, misal üçün sən deyirsən, mənə uyğun deyil, necə biz bunu əvəz edə bilərik? Nə ilə biz bunu əvəz edə bilərik? Və baxırsan orada, misal üçün, qızlar necə davranır? Yəni ki, sən oradan təcrübə yığa bilərsən. Ümumiyyətlə, qızlar, təcrübə yığmaq çox yaxşıdır bu pornolar, sonra erotik əsərlər. Mən bilmirəm, əslində Azərbaycan dilində onlar var ya yoxdur.
Mənim yadımdadır ki, hələ bu mövzuya, seksologiya mövzusuna təzə marağım oyananda, qadın sağlamlığı, hissiyat, münasibət və s. Mən bu tip romanları oxuyurdum və çox geniş bir baxış bucağı mənim üçün açılmışdı. Və bir də ki, əlbəttə ki, mən sizi düşündüm. Bizdə sevgi harmoniyası başlayır. Çoxdan onu hamı məndən istəyirdi. 16 dekabrda. Harda sənin üçün mən həm təlim keçirirəm, həm də ki, orada praktiki videolar var. Necə niyet etmək lazımdır, necə davranmaq lazımdır, bədən plastikası, yataqda pozaları. Yəni ki, çox geniş bir proqram sizi orada gözləyir. Burada aşağıda ссылкалар qoyacağım, onlara baxarsınız və qoşulun. Çünki mən ildə artıq 2-3 dəfə keçirirəm marafonları ya da ki, hansısa proqramları. Buna görə də lazım deyil bunu. Sonra nə vaxtsa artıq gec ola bilər. Və sən oradan baxırsan və təcrübə sanki yığırsan. Və bəli, sən əlbəttə ki, baxıb artıq düşünə bilərsən ki, artıq mən bilikliyəm, amma bunu praktika etmək lazımdır. O sevgi harmoniyası sizə köməklik edəcək bunu praktika etməyə. Və sonra bunları yatağa gətirirsən. Yəni, səninlə yoldaşın arasında artıq ortaq maraqlar əmələ gəlir. Artıq müəyyən sərhədlər pozulur. Və kimsə deyəcək ki, o sərhəd pozulacaq, nəsə. Qızlar, bu o sərhəd deyil, hansını biz qorumalıyıq. Yataqda əgər siz istəyirsiniz özünüz də ləzzət almaq, ona da ləzzəti yaşatmaq, istəyirsiniz həmin o, bilirsiniz, dərin, intim bağlar aranızda qurulsun, həmin o sərhədləri pozmaq lazımdır, mütləqdir. Əks halda sən qalacaqsan baxa-baxa, o öz işi ilə, sən qısqanırsan, özünü yetərsiz hiss edirsən, bilmirsən nə edəsən və arada yalnız gərginlik, yalnız stres, negativ əmələ gəlir. Kişilər qadını bütöv görür. Bütöv qadın. Sən baxa bilərsən, onun tam sinəsi belədir, məndə anus belədir, onda tam bilmirəm, vagina belədir. Kişilər qadını bütöv görür və bütöv artıq ona tamaq salır. Поэтому burada da sənə qalır güzgüdə özünə baxanda obyektiv özünü dəyərləndir. Ne subyektiv, harda oradan sallanır, buradan tökülür, buradan nə bilim qaradır, oradan ağdır. Yox. Obyektiv özünü dəyərləndir. Okey, figuran gözəldir, hə ya yox. Əgər gözəl deyilsə, əgər standartlardan heç kəs danışmır. Əlbəttə ki, əgər popa belədir, qarın belədir, sinə yoxdur, bu obyektiv olaraq cəlb edici deyil. Amma nə edə bilərsən ki, bunu dəyişdirəsən. Yəni ki, komplekslərlə, öz əksik tərəflərinlə işləmək lazımdır. Ya idmanla, ya da ki, hansısa digər üsullarla, onları da sizdə sevgi harmoniyasında verəcəm. Ki, bədən o tamaq düşən formasını alsın. Özünü dəyərləndirdin, baxdın. Burada əlbəttə ki, əlavə utanclığın üstündə işləmək lazımdır. Harda sən artıq oy yox, qıdığım gəlir, oy yox, belə eləmə, əzilib büzülürsən. Heç kəs də əzilib büzülənlərdə durmur, bəlkə bir-iki dəfə durar, amma sonra əlbəttə ki, kişi də istəyir həmin o ehtirası, həmin o, bilirsiniz, deməzdim professionallığı, amma təcrübəli və sanki sən öyrənirsən ondan. Bunu hiss etmək istəyir qızlar. Bunlar hamısı sevgi harmoniyasında olacaq. Narahat olmayın ki, belə etmək lazımdır, belə etmək lazımdır. Amma necə əslində etmək lazımdır vermirəm, xeyr verirəm. Bunları da sizə hazırladım. Və sən bunları oradan götürürsən və gətirirsən
yoldaşınla yatağa. Ve inan ki yataq çok süper dəhşətizm olacaq. Ve var gayri sağlam bir yol, harda sen görürsen ki siz evlendiniz, her şey normal idi ya da ki belki uşaq olandan sonra o sənə yaxın durmur, amma pornoya baxır. Yani burada artıq biz təxmin edə bilərik ki, bəlkə də o səni istəmir. Belki pornoya baxır, belki de masturbasiya daimi edir. Veya bu ümumiyyətlə heç səninlə bağlı deyil. O sadəcə artıq aludəçilik alıb, onun o reallıqla virtuallığın sərhədi pozulub və o ümumiyyətlə qadından o qədər də həzz almağa bacarmır. Onun artıq öz hansısa dünyası formalaşıb beynində və o buna bağlıdır. Bu halda nə etmək lazımdır qızlar? Burada ilk növbədə danışmaq lazımdır onunla. İradsız, təhqirsiz, günahlandırmadan sadəcə soruşmaq lazımdır bizim aramızda nə baş verir. O deyə bilər ki, oy yox, gic danışma, mən prosta yorulmuşam və s. Burada qalır iki yol. Düzdür, nə vaxt kişi qəbul edir ki, hə, mənim problemim var, gəl birlikdə nəsə edək. Bunun üçün sevgi harmoniyasında sizdə olacaq ailə terapiyası. Gəl nəsə edək və siz birlikdə buradan çıxırsınız. Amma nə vaxt o istəmir problemi görmək, sən yenə də sınaya bilərsən fərqli bir yanaşmanı. Harda artıq sən daha inisiativ olursan, sən irəli gedirsən, sən onunla düzgün, onun dilində söhbət edirsən, sən vaxt keçirmək üçün düzgün bir proseslər seçirsən. Sevgi harmoniyasında hamısı olacaq. Sən bunları etməklə orada artıq baxmaq olar. Qızlar, bu heç vaxt garantiya ola bilməz. Bu lotereya kimidir. Çünki əgər kişinin özündə, öz beynində, özüylə var problemlər artıq və o bunları görmək istəmir, o bunları həll etmək istəmir, o bunlardan görməzdən gəlir. Burada mən sizə nə deyə bilərəm? Siz qala bilərsiniz o ortamda, sadəcə qəbul etməlisiniz ki, sizin yoldaşınız yoxdur, yəni ki, ancaq adı var. Bəlkə də o sizə qayğı göstərir, bəlkə də o sizi, bilmirəm, şərait yaradır sizə və s. uşaqlara atalıq edir. Amma yoldaş olaraq o yoxdur. Onun bu mövzuda problemi budur. Ya da ki, artıq ultimatumu qabağa qoymaq ki, yəni ki, mənə bu xoş deyil. Hansı dövrdə biz yaşayırıq, hansı əsrdə biz yaşayırıq. Mən cavan, gözəl xanımam. Və ya biz bunu həll eləyirik, ya da ki, mən gedirəm. Bunu demək lazımdır. Yalnız o halda, əgər sən getməyə hazırsansa. Əgər hazır deyilsənsə, heç bir halda bunları demə. Çünki bu manipulyasiyalardır və onlar sonra ümumiyyətlə inanmır və səni ciddiyə almır. Və əgər o desə ki, okey, mən hazıram, onda artıq ona lazımdır ilk növbədə seksoloqa müraciət etmək, həkimə müraciət etmək. Bizdə Azərbaycanda var bu tip həkimlər və artıq orada öz üzərində işləyəcək və siz də bu tərəfdən öz üzərinizdə işləyirsiniz və ikiniz birlikdə artıq vəziyyəti dəyişdirirsiniz. Məncə çox aydın çatdırmağa çalışdım. Əgər suallar qalıbsa, videonun altında verin. 10 dekabra qədər sevgi harmoniyasına endirimlər var. Qaçırmayın qızlar. Bu çox dəyərli bir proqramdır. Burada mən indi sizə görə bilərsiniz rəyləri, odzivləri və s. Və biz sizinlə görüşərik. Öpürəm sizi, hələlik.